istədiyimiz burgerə, paniniyə, ciabatta, o çörəklərin hamısına lazımdır 50 qram. Kərə yağı olsun lap yaxşı. Nəyə görə? Çünki kərə yağın 72-82 yazılır. Kərə yağın yağlılığı çox olan. Bilirsiniz ki, kərə yağını istiyə qoyulur, ədməyə qoyanda südü ayrılır ondan. Marqarində daha çox olur, bitkisel marqa, amma kərə yağında daha çox olur. Çünki qatığın üzündən hazırlanır. Məsələn, dədə-baba üsulu, amma indi valla o qədər fermentasiya şeyləri vurulur ki, deyə bilmərəm. Ona görə yağlılığı çox olan kərə yağı 50 qram. Xəmir tamam xəmir halını alandan sonra yığın. Yəni maşın ucu xəmiri ya əlimizdə yoğurursa, xəmir yoğurulduca hazır oldu. Hazır olandan sonra o 50 qram kərə yağı vururuq. Həm xəmiri parıltılı eləyir. Özünüz vuranda xəmiri yağa fərqini görəcəksiniz. Xəmir tamam özün yığır. 1 kilo unun xəmirinə. Xəmir tamam özün yığır. Elə bir toparlayır o xəmiri. Çox gözəl bir, həm dadı olaraq da, ətri olaraq da qəşəng olur. Biz əvvəl burgeri pişirəndən sonra, oradan çıxandan sonra üstünə kərə yağı çötkadan çəkirdik və kərə yağı canlı çəkilirsə onu dondururuq, elə saxlayırdıq. Amma il-ildən texnologiya dəyişilir, saxlama qaydası dəyişilir, hər şey inkişaf edir. Həyata keçirdiyimiz məsələn təcrübələr, bu dəfə bunu sınayırıq, görürük, bu yaxşıdır. Bundan sonra onu sınayırıq. Elementar keçən elədiyimiz səhvi bu il eləmirik. Çünki ondan daha yaxşı variantlar olur. Daha yaxşı nəticə aldığımız variantlar olur və biz də onun üstündə dayanırıq. Ona görə də elementar evdə yeməyə pişiririk. Görürsünüz ki, məsələn, keçən dəfə belə eləmişdim, yaxşı olmadı. Bu dəfə elədim, demək bu daha yaxşıdır. Ən yaxşısını seçirik. İşdə də belədir. Seçirik, həmişə axtarışda oluruq. Təcrübələr aparırıq. Mən uşaqlara dərsdən sonra deyirəm, keçdiyiniz dərsi evdə çalışın, az bir miqdarını həyata keçirin. Mənim sözüm var, bilirlər. Praktika və teoriya. Oxuduğu o teoriyanı praktika olaraq həyata keçirəndə o sənin beynivə daha çox yaddaşında qalır və az miqdarda. Sən bilmirsən, sən necə hazırlaya biləcəksən, məhsulu zayi eləməyəsən, özünə inamın az olsun, ona görə az bir hissəsin. Məsələn, İkram o cəhətdən yaxşı tələbədir. İkram kimi bir-iki tələbələr də var ki, bugün keçdiyimiz dərsi az bir hissəsini o saat həyata keçirməyə çalışır və səhvini gələn dəfə o səhvini təkrarlamır. Özü də yazır ki, bu dəfə burada səhv eləmişəm, qabaqcadan yazır. Amma sonra təzədən atır, görürəm ki, əladır. Yəni, yaddaşda daha yaxşı qalır. Ona görə də az miqdarda mütləq onu həyata keçirmək lazımdır.